Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Uzun müddət sonra yenidən sizlərlənəm. Əsas hissəmizə keçməzdən əvvəl qeyd eləmək istəyirəm ki, bu videoda ixtisas seçimi barəsində danışacağam. İxtisas seçimi barəsində sizlər üçün lazım olan önəmli məlumatları əldə eləmək istəyirsinizsə, bu videonun aşağı hissəsinə ödənişsiz WhatsApp qrupu yaratmışam. İxtisas seçimi barəsində məlumat almaq üçün orada sizlər üçün PDF-lər və yaxud da müəyyən məlumatlar paylaşıram. Siz də həmin qrupa üzv ola bilərsiniz. Və ixtisas seçimi nə cür olur? Bunu bu videoda da qeyd eləyəcəm və həmin o qrupda da paylaşacağam. Magistratura ixtisas seçimi ümumilikdə təxminən 7 və 10 gün aralığında olur. Adətən 7 gün olur, 2 il əvvələ qədər 10 gün olurdu. Və siz bu müddət ərzində öz balınıza uyğun ixtisaslar seçib müsabiqədə iştirak etməlisiniz. Ümumilikdə 20 ixtisas seçə bilərsiniz. Yəni 20 dənə ixtisası sizi qeyd etməyə şansınız olacaq. Və bu abituriyentdə olduğu kimi kod yazmaqla olmayacaq. Müəllim, nə cür olacaq? Sistem açılacaq, siz 20 dənə orada sətr görəcəksiniz və hər bir sətrin də qarşısında 3 düymə olacaq ki, yanbayan düymə, menyu düyməsi deyirik. Seçəcəksiniz və oradan istədiyiniz ixtisasları yazmış olacaqsınız. Qeyd eləmək istəyirəm ki, siz keçid balını keçmisinizsə, yəni 45, 50, bəzi ixtisaslar üçün 40 bal keçmisinizsə, həmin o keçid balını keçdiyiniz bütün ixtisaslar sizlər üçün açılacaq. Ən çox edilən səhvlərdən biri nədir? Tələbə var, deyir müəllim, mən 52 bal toplamışam. Mən mümkündür ki, Bakı dövlətdə hüquqa düşüm. Deyirəm ki, yox, xeyr, mümkün deyil. Çünki hüququn balı kifayət qədər yüksək baldır. Deyir, axı müəllim, məndə sistemdə açılır, bu necə ola bilər ki? Baxın, orada açılacaq olan hissələr sizin mütləq ora düşəcəyiniz ixtisaslar deyil. Sadəcə həmin ixtisasın keçid balını keçmisiniz deyə ona görə açılmış olacaq. Bəs müəllim, biz nə edək? Biz bu balı hardan öyrənək ki, öz ixtisasımıza, özümüzün balına uyğun keçən il formalaşmış ballara baxaq. Bunun üçün siz Magistr 5 2025 jurnalından istifadə edəcəksiniz. O jurnal var, bəli, o jurnal artıq keçən il çıxıb. Yəni siz öz balınızı keçən ilin ballarına uyğun formalaşdıracaqsınız. Çünki bəzi tələbələr deyir ki, müəllim, bu ballar olan jurnal çıxsaydı baxardıq görək haranı kodlaşdırırıq. Bal jurnalı çıxmayacaq. Keçən ilin jurnalı var, Magistr 5 2025-ci il nəşr ki, mən qrupda da onu paylaşacağam və oradan da siz əldə edə biləcəksiniz. O jurnala baxacaqsınız və başlayacaqsınız öz balınıza uyğun seçə biləcəyiniz ixtisasları yazmağa. Bundan əlavə nə demək istəyirəm? İndi sözdən sözə keçirik. Bəzi tələbələr deyir ki, müəllim, balların qalxma ehtimalı nə qədərdir, enmə ehtimalı nə qədərdir? Baxın, burada bir sıra amillər var. İndi mən bunu sadalayacağım sizə. Ümumi bir fikir deyim, əgər kiməsə yorucu gələrsə, başdan deyim bunu ki, ballarda elə də böyük bir artım gözlənilmir. Ümumiyyətlə, düşmə demək olar ki, heç gözlənilmir, amma artım ola bilər çox cüzi bir şəkildə. Yəni, bütün ixtisaslar birdən-birə 10 bal, 15 bal qalxsın, belə bir şey olmayacaq. İxtisaslar qalxa bilər 4 bal, 5 bal, maksimum 8-9 bal ixtisaslar keçən ilə görə qalxa bilər ballar. Ümumiyyətlə, bu nədən asılıdır? Birinci növbədə bu asılıdır, təbii ki, bu ilin ümumilikdə sizin yığdığınız ballardan. Ən sadə bir dənə müqayisəni deyim. Keçən il 2 imtahan olmuşdu, bu il 3 imtahan oldu və mən bu ilki 3-cü imtahanına daxil olanlardan ballarını soruşanda ilk 2 imtahana nəzərən daha yaxşı yığmışdılar. İndi məntiq cəhətdən düşüb informatika burası da keçdi, oldu getdi də. Ümumilikdə baxanda 3-cü cəhddə tələbələr balları nisbətən artırmış oldular. Yəni bu açıq aydın əksər 10 tələbədən ən azından 7-sində görünürdü. Ona görə deyirəm, balların qalxma ehtimalı ayrı-ayrı ixtisaslar üzrə yüksəkdir. Amma birdən-birə çox bal qalxarmı? Xeyr, bunu qəti şəkildə demək olmaz. Birinci növbədə əlbəttə ki, bu ilki nəticələrdən asılıdır. İkinci növbədə nədən asılıdır? Ayrılan yer sayından asılıdır. Müəllim, bu nə deməkdir? Baxın, belə bir müqayisə deyim. İqtisad Universitetində, atıram bu dəqiq özümdən, sadəcə müqayisə üçün deyirəm. İqtisad Universitetində keçən il üçün hansısa bir MBA ixtisasına 50 plan yeri ayrılmışdı, düzdürmü? Və onun da balı formalaşıb olub, məsələn deyirəm, 60 bal. Amma bu il ola bilsin ki, həmin plan yerinin sayı artırılsın, olsun 100 nəfər yer, 100 dən plan yeri olsun. Əlbəttə ki, bu o deməkdir ki, artıq o bal ya stabil qala bilər, ya da ki, aşağı düşə bilər. Çünki birdən-birə 50 yer artırıldı ora, düzdürmü? Amma bir də belə bir şey deyə bilərəm. Keçən il üçün
klinik psixologiya tutaq ki deyirəm 10 nəfər yer almışdı Tibb Universitetində və bal da formalaşıb 77,5 bal. Bu il ola bilsin ki, klinik psixologiya 5 yer ayrıldı. Düşünün, əvvəl 10 yer, indi 5 yer. Demək ki, artıq 77,5-dən daha yüksək bir bal formalaşacaq. Çünki yer sayı azaldılıb, nəticələr isə keçən ilə nisbətən daha yaxşıdır. Yəni birinci növbədə dediyim kimi sizin nəticələrinizdən asılıdır, ikinci növbədə isə ayrılan yer sayından asılıdır. Ən əsas bax bu iki faktoru qeyd etmək istəyirəm. Və ağlıma indi çox şey gəlir, amma qarışıq da danışmaq istəmirəm. Odur ki, ağlımdan çıxan nələrsə varsa, onların hamısını həmin o qrupda yazacağam və o qrupda ancaq mən məlumat paylaşacağam. Çünki hər bir məlumat yazsa, onda aləm dəyəcək bir-birinə. Sizlərdən ən azından nələrə diqqət etməyinizi istəyirəm. Ən azından bu şeylərə diqqət edin. Bir, öz balınızı, yəni bilirsiniz, bu aydın məsələ. Əgər beynin artıq məncə müəyyən qədəriniz balları da bilirsiniz ki, balınız hansı universitetlərə çata bilər. İndidən gedin universitetlərlə maraqlanın. Nəyə maraqlanın? Saat neçədə dərs başlayır? Semestr ərzində neçə dərs keçirilir? Və yaxud da ki, MBA yox, başqa ixtisaslar üzrə gedirsinizsə, elmi rəhbərlər kimlər ola bilər magistraturada? Baxın, bunlar çox önəmli bir şeylərdir. Gələcəkdə doktorantura davam etmək üçün hansısa bir işdə diplomda sadəcə diplom olsun deyə götürmürlər. Yəni bu kimi şeyləri mütləq şəkildə nəzərdə saxlayın. Elmi rəhbərinizi düzgün seçin ki, magistraturanı axıra qədər oxuyub bitirə biləsiniz. Sizə uyğun bir kafedra olsun. Atıram, yenə deyirəm, ixtisası coğrafiyadır. Hər hansısa bir yoldan tutaq ki, ekologiyada ekoloji kimyanı seçəcək və coğrafiya hara, kimya hara. Ona görə indidən maraqlanmaq lazımdır ki, hansı ixtisaslaşmalar hansı kafedralara uyğundur. Yəni boş qalmayın, hazır heç bir iş görmürsünüz, universiteti də qutardınız, xüsusilə 4-cü kursda deyirəm. Mütləq şəkildə araşdırın. İxtisas seçimi bu hissənin ən asan hissəsidir. Necə ən asan hissə? Yəni ortalama hesabla mənimlə bircə ixtisas seçimi etsəniz, bu təxminən 30-35 dəqiqə müddətdə çəkir. Çünki artıq mən və siz o ixtisas seçiminə qədər hər şey barəsində məlumatlı olmuş oluruq. Yer gəlmişkən, ixtisas seçimi mənimlə bircə etmək istəyənlərə aşağıda bir nömrə qoyacağım. Həmin nömrəyə yazsınlar, mən ətraflı məlumat vermiş olacağam. Siz də öz ballarınızı, nə istədiyinizi videonun şərh hissəsindən yazın, mümkün olduğu qədər cavablamağa çalışacağam. Hər birinizə uğurlar arzu edirəm. Növbəti videolarda görüşənədək.